Əziz dəyərli izləyicilər, 44 gün vətən müharibəsində canından keçən təki vətən sağ olsun deyən şəhid Elnur Şahinoğlu Əzizlinin ruhu qarşısında baş əyirik. Məzar önündəyik. Hər zaman atası özü bayrağı dəyişirdi. Biz də özümüzə borc bildik ki, xalqın köməyi ilə biz də şəhidimizin bayrağını dəyişirik. Hamilə Allah can sağlığı versin. Bayrağımızı qaldırırıq. Buyur, Hamid. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Əlbəttə, çünki bayrağı hər zaman şəhid atası dəyişilsə, şəhid atası övladın qurban verib. Bizlərin də borcudur ki, onların bayrağını dəyişək. Niyə ki dəyişməyək? Allah cəm. Çox adam deyir, misal özünə prim yığır, belə işlər görüb. Bəli, prim yığıram, o desinlər. Kim necə başa düşür, başa düşsün. Sadəcə mənim tutduğum yol haqq yoludur. Getdiyim yol haqq yoludur, haqqın yanındayam, hər zamanda xəstələrin imkansızın yanındayam, təmənnasız xidmətlərindəyəm. Maraqlarına da bilədir. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə, şəfa və veteranlarımıza can sağlığı versin. Biz özümüzə borc bilirik, özümüzün də imkanı olmasa xalqın köməyindən bunu eləyirik. Hamid səhv deyirəm, düz qardaşım. Düz da düz mənim qardaşım, düz da. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Elnur Əzizli, ruhun qarşısında baş əyirik. Bu gün anamız, bacımız və Azərbaycan üçrəyli bayrağı dalğalanırsa, sizin və sizin simozda bütün şəhidlərə borcluyuq. Allah şəhidlərimizi rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Üçrəyli bayraq altında əldə silah bu gündə İsti soyuq bilməyən, havada, suda, quruda, səngərdə bizi qoruyan ordunu Allah qorusun. Amin. Var olsun şəhidlərimizin valideyni. Allah sənə də var eləsin, balalarına sənə xeyir versin. Allah Atuada şəfa versin. Hamil sağ ol Hamil, var ol qardaş. Allah Şirxanada can sağlığı versin, anasını rəhmət eləsin. Bugün bizlə ola bilmədi, Bakıda idi. İnşallah sabah yenə bizləndir. Allah şəhidlərimizin ruhunu şad eləsin.